məqsədlərinə çatmaq üçün necə motivasiya ala bilərsən? Bu sualı çox insan özünə verir. Çünki hər birimiz həyatda uğur qazanmaq və arzularımızı reallaşdırmaq istəyirik. Amma bəzən gücümüzü, enerjimizi itiririk və davam etməyə çətinlik çəkirik. Əslində motivasiya hər birimizin içində var. Sadəcə onu oyatmaq lazımdır. Unutma, hər yeni gün təzə bir başlanğıcdır. Səhər gözünü açanda qarşında yeni bir səhifə olur və o səhifəni necə yazmaq yalnız sənin əlindədir. Öz arzularını və məqsədlərini xəritə kimi düşün. Hər bir kiçik addım səni daha da irəli aparır. Bəzən həmin addımlar çox yavaş görünə bilər, amma mühüm olan dayanmaq deyil, yenidən davam etməkdir. Çətinliklərlə üzləşəndə onları öyrənmə fürsəti kimi qəbul et. Hər bir çətinlik insana nəsə öyrədir. Əgər uğursuzluqla qarşılaşsan, bu sənin sonun demək deyil. Sadəcə yeni yol sınamaq vaxtıdır. Hər uğursuzluqdan sonra daha da güclü qalmaq, ayağa qalxmaq və yoluna davam etmək vacibdir. Unutma, günəş hər səhər yeni ümidlər gətirir. Həyatdakı hər yeni gün sənin üçün yeni bir fürsətdir. Bəlkə dünən hər şey istədiyin kimi olmaya bilər, amma bugün yenidən başlamaq üçün bir imkandır. Özünə güvənsən, addım-addım davam etsən, nə qədər məqsədlər qoymağından asılı olmayaraq hamısına çata bilərsən. Motivasiyanı artırmağın bir yolu da ətrafındakı insanlardır. Özünü həmişə iradəli, güclü, məqsədli insanlarla əhatə etməyə çalış. Çünki onların enerjisi sənə də güc verəcək. Amma ən əsası, sən özün öz motivasiyanın mənbəyi olmalısan. Başqalarının sözünə, şərtlərinə bağlı qalmadan içində gücü xatırlat. Sənin içində sonsuz potensial var. Bəzən sən buna inanmasan da, o güc oradadır. Sadəcə sınamaq, davam etmək və addım atmaq lazımdır. Bir gün dönüb geriyə baxanda görəcəksən ki, bütün o uğursuzluqlar, bütün o çətinliklər səni daha da güclü bilirdi və məqsədlərini aparan yolda böyük bir müəllimin olub. Əziz dostlar, onu da qeyd edim ki, məni tanıdıqca görəcəksiniz ki, heç vaxt gec deyil. Mənim yolumu, bacarıqlarımı bildikdən sonra sən də dayanmayacaqsan və yenidən həyata davam edəcəksən. Hər kəsin həyatında bir hekayə var və bu hekayə bizi yeni özümüzlə tanış edir. Mənim də öz yolum, öz sınaqlarım olub. Mən də çətinliklərdən keçmişəm. Qaranlıq günlərim çox olub. Amma bir şey asla unutmadım. Özümə güvəndim, dəyişdim və yaxşıya doğru addım atdım. Qaranlıq günlərdə yalnız Allaha və özümə sığındım. Açığını deyim, çox gecələr olub ki, göz yaşlarımı gizlətmədən yatmışam. Etiraf etməkdən çəkinmirəm. Ağladığım günlərim çox olub. Amma sonradan başa düşdüm ki, ağlamaq zəiflik deyil. Çox insanlar deyir ki, ağlayan insan zəifdir. Əslində insan ağlaya bilirsə, böyük ürəyə sahib olduğunu göstərir. Çünki göz yaşları insanı sakitləşdirir, həm də dərdini yüngülləşdirir. Bir növ dərdinə dərman tapmış olursam. Mənim üçün də belə oldu. Ağladım, yandım, amma dərdimə çarə tapdım. Xüsusi olaraq birini qeyd etmirəm. Çünki mənə çətin günlərimdə bir nəfər deyil, bir neçə insan dəstək oldu. Mən daha çox göz yaşlarımı onların yanında tökdüm və dərdimi onlarla bölüşdüm. Onlar məni dinlədi, yol göstərdi və çıxış yolu tapmağımda kömək oldu. İndi sizin qarşınızda rahat şəkildə danışa bilirəmsə, bu həm də onların dəstəyi nəticəsindədir. Ona görə deyirəm ki, dərdini içinə salma. Çox zaman insanın yanında elə bir dostu olur ki, onunla dərdini bölüşəndə dərdinin yarısı yüngülləşmiş kimi olursan. Göz yaşlarını paylaşmaq və dərdini kimlərləsə bölüşmək bəzən yeni bir yol açır. Mən əvvəllər heç vaxt inanmazdım ki, kamera qarşısında danışa bilərəm. Açığı əvvəllər çox pessimist idim. Bacarmayacağam deyə düşünürdüm. Mən də birdən-birə dəyişdim. Kiçik addımlarla başladım. Özümə dedim ki, bacararsam, bir addım at, sonra başqa bir addım. Həmin bu kiçik addımlar məni indi böyük uğurlara aparır. Həyat heç vaxt asan deyil, amma insan özünə inananda və öz gücünü dərk edəndə həyat onun üçün də dəyişir. Mənim də yolum göz yaşlarımdan keçdi, amma bugün buradayam və sizinlə danışıram. Ona görə sənə də bir sözüm var. Ağlamaqdan utanma, hisslərini gizlətmə, paylaş, kiçik addımlarla başla. Çünki böyük uğurlar həmişə kiçik addımlarla başlayır. Ona görə sənə də bir sözüm var. Heç vaxt ağlamaqdan utanma, dərdini paylaş. Çünki bəzən ən böyük güc göz yaşlarının içində gizlənir. Kiçik addımlarla başla. Çünki böyük uğurlar kiçik addımların davamıdır. Motivasiya ilə qal.